Salam, xoş gördük sizi əziz AHB televiziyasının dəyərli izləyiciləri. Türk olmaq, türklük əslində sadəcə olaraq bir millət adı deyil. Bu həm də bir tarixi yaddaşdır, ortaq dildir, həm də yaranmış böyük bir mədəniyyətin ruhudur. Bəs bu ruh bizim ədəbiyyatımızda necə təmsil olunur? Biz bugün türkçülüyün ədəbiyyata təsirlərini müzakirə edəcəyik. Qonağım tanınmış alim, filologiya elmləri doktoru professor Bədirxan Əhmədovdur. Siz də mövzu ilə bağlı öz fikirlərinizi şərh bölməsində yaza bilərsiniz. Bədirxan, xoş gəlibsiniz. Teşekkür ederim, çok sağ olun. İlk öncə istəyirəm başlayaq. Bu türkçülük anlayışı ədəbiyyatımızda hansı zamandan formalaşmağa başlayıb? Bu doğrudan da çok maraqlı bir mövzudur. Çünki türkçülük anlayışı ədəbiyyata gələnə qədər müəyyən bir yol keçibdir. Özdə uzun bir yol keçibdir. Və daha çox türkçülük anlayışları nəzəri yol keçib, maarifçi yol keçib, elmi yol keçib və sonra ədəbiyyata gəlmişdir. Mən belə deyim ki, buna müxtəlif münasibətlər var. Məsələn, türkçülüyün əsasları əsərinin müəllifi Ziya Güyalp yazır ki, ilk türkçü Mirzə Fətəli Axundzadədir. Doğrusu mən bunu oxuyanda özüm də təəccübləndim. Ziya Güyalp burada nəyi nəzərdə tutur? Və çox doğru təsbitdir əslində. Ancaq biz Mirzə Fətəli Axundzadə haqqında bu cür düşünmürük. Ziya Güyalp burada Axundzadənin dilini nəzərdə tutmuşdu. Və o yazırdı ki, Axundzadənin komediya dili türk dilidir, əsl türk dilidir, sadə türk dilidir. Və ona görə o əslində Mirzə Fətəli Axundzadəni ilk türkçü hesab edirdi. Əlbəttə, burada olsun ki, mübahisə edilməli məsələlər var, ancaq bu da aydındır ki, Mirzə Fətəli Axundzadə nəsrindən və məqalələrindəki dilindən fərqli olaraq onun komediya dili sadə türk dilindədir və bu da belə deyim ki, təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumiyyətlə türk dünyasında çox böyük bir demək, yeni bir mərhələnin başlanğıcını göstərirdi. O ki qaldı türkçülüyün ədəbi prosesə təsiri, o Mirzə Fətəli Axundzadədən sonra mən belə deyim, Əli Suavidə türkçülük vardır və Həsən bəy Zərdabidə müəyyən mənada türkçülük vardır. Türk adını, türkçülük demək anlayışının adını çəkməsə də onun milləti İslam sözündə məlum idi ki, o demək vurğunu hansı yönə istiqamətləndirirdi. Eyni zamanda demək burada türkçülüklə Azərbaycançılığın paralel istiqamətini müəyyənləşdirmək mümkündür. 1892-ci ildə Kəşkül qəzetində belə bir məqalə çıxmışdı. Daha doğrusu o vaxt felyeton deyirdilər buna. Yuxu yatmaqmı, avam olmaqmı? Və orada göstərilirdi. Əslində ilk dəfə olaraq orada Azərbaycançılıq, Azərbaycanlı sözünün biz qarşılığına rast gəlirik. Müəllif yazır ki, müəllif deyəndə demək, birisi imzası ilə çap olunubdur felyeton və hələ ki onun müəllifi müəyyənləşməyib. O yazır ki, Tiflisdə Naftollos stansiyasında qatar gözləyirdim. Elə bu vaxt baxdım, gördüm ki, bir belə hündür boylu, lopabığ, qara qaş, qara göz bir kişi mənə baxır. Motal papaq və belə də deyir. Yəni, felyetonun dili necədirsə, mən o cürdə deyirəm. Mən buna şübhələndim. Bu niyə mənə belə baxır? Bəlkə bu məni soymaq istəyir. Bəlkə bu məndən nə istəyir? Və çox istəyirdim ki, qatar tez gəlsin, mən bu adamın baxışlarından qurtulum və elə bu vaxt qatar gəldi, mən qatara daxil oldum
gördüm hərə bir yeri tutdu. Qatarda mənə yer qalmadı. Bir boş yer var idi. Mən getdim orada oturdum. Elə bu zaman həmin adam gəldi mənim qənşərimdə oturdu. Belə baxdı, məni süzdü. Dedi ki, sən nə millətdənsən? Mən dedim, əlhamdülillah, mən müsəlmanam. O dedi, mən sənin millətini soruşuram. Dinini soruşmuram. Mən yenə dedim, əlhamdülillah, mən müsəlmanam. Dedi ki, mən də xristiyanam. Xristiyan mənim dinimdir. Ancaq mənim millətim İtalyandır. Sən de görüm, indi sən nə millətdənsən? Mən dedim, mən yenə dedim, əlhamdülillah, doğrusunu istəyirsənsə, mən bilmirəm nə millətdənəm. O dedi, bir adam ki, öz millətini bilmir, bu demək ki, sən 7 arxa dönəni tanımırsan. Mən deyim, sən nə millətdənsən? Ruslar sizə Tatar deyir, Ruslar qələt edir, elə beləcə də deyir, sən Azərbaycanlısan. Əfəndim, mənə nə milləti buyurdun? Azərbaycanlı, əfəndim, Azərbaycanlı. Elə bu vaxtdan bizim leksikonumuza 2 ifadə keçmir. Azərbaycanlı və türklük. Və türk daha ağırlıq basırdı və Azərbaycanlı sözü də Məhəmməd Ağa Şahtaxtının daha çox məqalələrində işlənilirdi. Və belə qeyd edim ki, sonra demək, Şərq Rus qəzetində Məhəmməd Ağa Şahtaxtının bu barədə məqalələri getdi. Həyat qəzetində 1905-ci ildə Həyat qəzeti nəşrə başlayarkən türk cəridəsi ifadəsini işlətdi. Türk cəridəsi, yəni türk qəzeti. Və bu da Əlibəy Hüseynzadənin bu mövzuya daha çox aşina olmasından gəlirdi. Qəzetin növbəti nömrələrində isə o, türklər kimdir və kimlərdən ibarətdir məqalələrini verir. Əlbəttə, bu məqaləyə biz baxarkən görürük ki, demək, Əlibəy Hüseynzadənin buradakı türkçülüyü daha çox maarifçi və elmi türkçülükdür. Yəni, türk kimdir, kimlərdən ibarətdir? Bütün Türk dünyasında olan xalqları, millətləri, yəni türklərin qollarını o burada sayır. Bəs ədəbiyyata nə zaman gəldi? Yenə mən burada bir məsələni xüsusi qeyd etmək istəyirəm. Ədəbi ictimai fikirdə paralel olaraq getdi. Daha çox ictimai fikirdə türk adı formalaşmağa başladı. Ondan sonra isə ədəbiyyata gəldi. Ədəbiyyata nə zaman gəldi? Ədəbiyyata ilk dəfə olaraq mən əlbəttə türk kontekstində düşünürəm. Təkcə Azərbaycan mühitində yox. 1890-larda türk adı ilə bağlı artıq elmi, nəzəri və maarifçi türkçülük formalaşmağa başladı. Əslində, demək, Əlibəy Hüseynzadənin türklər kimdir və kimlərdən ibarətdir məqaləsində o türk haqqında yazılar yazmış 1890-cı illərdə Nəcib Asimə istinadlar edir. Biz buradan da görürük ki, 1890-cı illərdə türk adı Türkiyədə, daha doğrusu Osmanlıda, o zaman Osmanlı gedirdi, yeni formalaşmağa başladı. O ki, qaldı ədəbiyyatda, burada ədəbiyyata ilk nüfuz edən türk adı və türk düşüncəsini bədii düşüncəyə gətirən Məhməd Əmin Yurdaquldur. Mən burada onu da qeyd etmək istəyirəm ki, Məhməd Əmin Yurdaqul qədər bizim 20-ci əsrin əvvəllərindəki poeziyamıza və ədəbiyyatımıza təsir edən ikinci bir şəxsiyyət yoxdur. Məhməd Əmin Yurdaqul haradan bu belə bir demək fikrə gəlmişdi? Siz bilirsiniz ki, Cəmaləddin Əfqani demək, böyük bir dünyanın müəyyən bir hissəsini gəzdikdən sonra o İstanbulda qərar tutmağa başlamışdı. Onu şeyx adlandırırdılar, yanına tələbələr gedib gəlirdi. Onun yanına gedib gələn, belə deyim ki, tələbələrdən biri də Məhməd Əmin Yurdaqul idi. Məhməd Əmin Yurdaqul özü deyir ki, mən Cəmaləddin Əfqaninin fikirlərindən yoğrulmuşam. 1893-cü ildə demək, Məhməd Əmin Yurdaqulun bir kitabı nəşr olundu. Türkçə şeirlər.
Türkçe şiirler. İlk defa olarak belə bir adda kitap nəşr olundu ve bu şiirlerin hamısı hecada yazılmıştı. Türkçe idi, əsl Türkçe. Eğer biz Türkiye edebiyatına nəzər salsaq, görərik ki, ona qədər heç kim Türkçəni bu qədər gəlişdirməmiş, hecada demək şiirlər. Onun sonra Azərbaycana təsir elədi də. Əlbəttə, 20-ci əsrin əvvəllərində Azərbaycanda bizim dərsliklərdə gedirdi. Demək, Cəmaləddin Əfqani ictimai fikirdə, Məhəmməd Əmin Yurdaqul isə bədii düşüncədə Azərbaycan ədəbiyyatına 20-ci əsrin əvvəllərində özünün böyük təsirini göstərdi. Məsələn, o deyirdi, mən bir türkəm, dinim, cinsim uludur. Bu ilk dəfə olaraq bədii düşüncədə ifadə olunurdu. Və bu o qədər böyük bir rezonans doğurdu ki, bütün Türkiyə ərazisinə yayılmağa başladı. Bu o zaman idi ki, 1890-larda Türk və Yunan müharibəsi gedirdi. Həmin müharibədə demək, Əlbəy Hüseynzadə də bir həkim kimi iştirak edirdi. Əlbəy Hüseynzadənin demək, Bakıya gəlişindən sonra həm Məhəmməd Əmin Yurdaqulun demək şeirləri burada daha çox nəşr olunmağa başladı. Həm də bizim ictimai fikrimizdə, qəzetlərimizdə, mətbuatımızda Türk adı daha geniş demək işlənməyə başladı. Əgər biz Cəlil Məmmədquluzadəyə və onun Molla Nəsrəddin jurnalına nəzər yetirsək, görərik ki, Cəlil Məmmədquluzadə iki sözün ikisindən də istifadə edirdi. Azərbaycan dili və Türk dili. Elə jurnalın ilk sayında, aprelin 7-sində 1906-cı ildə o məşhur müraciətində sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım, o kəsləri deyib gəlmişəm ki, onlar mənim sözümü dinləməyib, gedirlər it boğuşturmağa, xoruz döyüşdürməyə, hamamda çinməyə və s. və ilaxır. Mən deyir, sizinlə Türkün açıq ana dilində danışacağım. Bəli, onda bax dedik, Azərbaycançılıq ideologiyası və türkçülük ideologiyası onda 100 il əvvəl də paralel olaraq varırdı. Bax, bugün də biz günümüzdə görürük ki, həmin iki ideologiyanın da biz arasındayıq sanki. Məsələn, çox tartışır Azərbaycançılıq ideologiyasını qabartmalıyıq, yoxsa türkçülük ideologiyasını? Bilirsinizmi, bu çox maraqlı məsələdir. Bu barədə mən hətta bir məqalə də yazdım, Azəri sözündən imtina etməliyikmi? Azərbaycançılıq türkçülüyü inkar etmir. Türkçülük də Azərbaycançılığı inkar etmir. Onlar bir-birinin daxilindədir. Azərbaycançılıq məhəlli mənada Azərbaycançılıqdır. Məsələn, Qazaxçılıq, Özbək özbəkçiliyi müdafiə edirmi? Düzdürmü? Amma bu demək deyil ki, Özbək Türk deyil, Qazax Türk deyil, Qırğız Türk deyil, Türkmən Türk deyil. Onlar türkçülüyündə qalır. Amma türkçülüyün qolları var. Məsələn, yenə biraz mövzudan kənara gedirik. Məsələn, Slavyan dilləri. Düzdürmü? Slavyan xalqları var. Amma ayrıca Slavyan dili yoxdur. Bizdə isə 1918-ci ildə biz Türk dilini götürdük, dövlət dili kimi. Bizdən sonra Türkiyə götürdü. Daha sonra Türkiyə götürdükdən sonra bizi keçirdilər Azərbaycan dilinə. Amma yenə deyirəm, bugün türkçülüklə Azərbaycançılıq bir-birini inkar etmir. Nəinki bir-birini tamamlayır. Ədəbiyyata gəldikdə, belə deyim ki, türkçülüyün ədəbiyyata ilk təsiri mən düşünürəm ki, Həyat qəzetinin demək yaranması və ən çox da Füyuzat jurnalının yaranması ilə gəldi. Əlbəy Hüseynzadə türkçülüyü nəzəri aspektdə işləyən və onu ictimai fikrə gətirən, təkcə türkçülüyü yox, həm də turançılığı bizim, yəni Azərbaycanda ilk demək, belə deyim ki, fikir adamlarından biri oldu. Ancaq ona qədər, məsələn, Yusif Akçura var idi. Yusif Akçuranın Siyasətin Üç Tərzi kitabı var və orada türkçülük və Osmanlıçılıq, eyni zamanda İslamçılıq, bu üç faktoru əsas gətirir. Sonra o bizdə
oldu türkçülük, müasirlik və İslamçılıq. Bədxanım, sizin bu yaxınlarda bax elə 3 cildlik bir kitabınızın da təqdimatı oldu. Bu 20-ci əsrdəki Azərbaycan ədəbiyyatından bağlı idi. Bu türkçülük indi bu gün saydığımız bu mütəfəkkirlərimizin timsalında türkçülük daha mı çox ideoloji yüklənmiş formada idi onların əsərlərində. Sonraki etapda biz 20-ci əsrdə yazarlarımızı gördük. Məsələn, Mövlud Süleymanın, İsmail Şıxlının, bu cür yazarlarımız vardı. Bunların timsalında dilin alt qalıqları türk təfəkkürü daha çox qabarıq göstərilməyə başlandı. Sizcə türkçülük ideoloji baxımdan daha çox yüklənməliyik, bu siyasi tərəfinə gedir daha çox. Yoxsa bunu ədəbi tərəfindən daha verimli ola bilər? Aydındır. Belə deyim də, türkçülük özü də 20-ci əsrdə bir neçə mərhələdən keçmişdir. İstər ədəbiyyatda, istər ictimai fikirdə. Siz doğru dediniz. Mənim 20-ci əsr Azərbaycan ədəbiyyat tarixi bütöv bir əsri əhatə edir. Hətta 1890-lardan başlayır, bu günə qədərki bir dövrü, ayrı-ayrı mərhələlərini və orada öz əks olunur. Əlbəttə, türkçülük də burada əks olunur. Məsələn, 1890-cı ildən 1920-ci ilə qədərki dövrü mən milli hərəkat dövrü adlandırmışam. Nə üçün milli hərəkat dövrüdür bu? Burada xalq ilk dəfə olaraq ictimai fikirdə və ədəbiyyatda özünü dərk edir. Ən çox da ədəbiyyatda. Çünki xalqın hələ siyasi təfəkkürü formalaşmamışdı. Xalqa ən çox təsir edən nə idi? Ədəbiyyat idi. Ədəbiyyatdan da ən çox poeziya idi. Türkçülük də ən çox poeziyada özünü əks etdirirdi. Məsələn, demək, Füyuzatda Əhməd Kəmal və ən çox da Məhəmməd Hadinin şeirləri çap olunurdu. Sonra Namiq Kəmalov, türk şairlərinin şeirləri. Türk şair, mən bayaq dedim, demək, Məmməd Əmin Yurdaqulu dedim. Məmməd Əmin Yurdaqulla bərabər Əbdülhaq Hamid, Namiq Kəmal, Əhməd Kəmal, onların da şeirləri çap olunurdu. Nəinki mətbuatda çap olunurdu, hətta bizim o dövrdəki dərsliklərə salınırdı belə, dərsliklərə salınırdı. Və bu proses gəldi Əhməd Cavadın Türkiyəyə getməsi ilə və hicab vəznində öz şeirlərini yazması ilə. Əhməd Cavadın artıq şeirlərində mövzu türk mövzusuydu, daha çox türk mövzusuydu. Həm də Məmməd Əmin Yurdaqul kimi onun da poeziyasında türkçülük əsas yerlərdən birini tuturdu. Hətta Məmməd Əmin Rəsulzadə belə bir fikir işlədir. Deyir ki, demək, türkçülük Azərbaycanda bir neçə müəllimləri, məsələn, Məmməd Əmin Yurdaqulun tələbəsi Əhməd Cavaddır, Məmməd Əminin deyir, Yurdaqulun yox. Əhməd Cavaddır, Əbdülhaq Hamidinki Hüseyin Caviddir. Bunu hətta bizim bəzi tədqiqatçılar belə güman edirlər, hətta yazmışdılar. Daha çox filologiya elmləri doktoru Əli Saləddin yazmış ki, Məmməd Əmin dedikdə, Məmməd Əmin Rəsulzadə burada özünü nəzərdə tutur. Halbuki Məmməd Əmin dedikdə Rəsulzadə özünü nəzərdə tutmurdu. Məmməd Əmin Yurdaqul nəzərdə tuturdu. Bütün Əhməd Cavadın həm poetik düşüncəsi, həm hicab vəznində yazması, həm mövzusuna görə demək, Məmməd Əmin Yurdaqulun yolunu davam elətdirirdi. Bu proses gəldi, Cumhuriyyət dövründə özünün ən yüksək zirvəsinə çatdı. Mən xüsusi qeyd eləmək istəyirəm burada Abdullah Şaiqin yaradıcılığını. 20-ci əsrin əvvəllərində Əhməd Cavad, Məhəmməd Abdi, Abdullah Şaiq, Əmin Abid, Gültəkin, Əl-Abbas Müznib, Cəfər Cabbarlı, Əli Rai, yəni Əli Yusif, bunların yaradıcılığında Salman Mümtazın şeirləri var və bir çox şeirlər var. Hətta o dövrdə çıxan bir çox marşlar kitabı var. O kitabda demək, şeirlər yarı türk şeirləridir, yarı Azərbaycan şeirləridir. Cumhuriyyət dövründə türkçülük ədəbiyyatımızda bütün belə parametrləri ilə öz əksini tapdı. Bu şairlər yaradır. Bəlkə həmin dönəm elə bir dönəm idi ki,
Bizim dini kimlik, bayaq dediyimiz kimi, dini kimlik daha çox üstələnmişdi. Hətta milli kimlik məsələsi yeni ortaya çıxırdı. O türk varlığı yeni ortaya çıxırdı və ədəbiyyat bunu öz üzərinə götürmüşdü. Biz Sovetlər dövründə də gördük ki, bizim böyük bir qismi, məsələn, türkçülük yasaq olduğu müddətdə ədəbiyyat çox böyük bir qismini öz üzərinə götürürdü. Tamamilə doğru deyirsiniz. Burada ədəbiyyat daha çox önə keçdi. Ona görə önə keçdi ki, ictimai siyasi fikir hələ bizdə tam olaraq formalaşmamışdı. Bax, bir məsələdə mən xüsusi qeyd eləmək istəyirəm. 20-ci əsrə mətbuatsız daxil olan Azərbaycan 1903-cü ildən başlayaraq mətbuatın köməyi ilə o Şərqi Rus qəzeti 18-ci ilə qədər elə bir mərhələ yaşadı ki, bu mərhələni mən milli özün dərk mərhələsi adlandırıram. Elə bir mərhələ yaşadı ki, özünün siyasi dövlətçiliyini qurdu. Bu çox asan məsələ deyil. Nəyin hesabına? Ədəbiyyatın hesabına. Abbas Səhhət, Məhəmməd Hadi, Hüseyin Cavid, Mirzə Ələkbər Sabir, Mirzə Ələkbər Sabirin satirik şeirləri, Əli Nəzmi və başqalarının ictimai fikir yaradan adamlar idi. Bəli, ən çox da poeziya. Çünki poeziya daha çox kütləyə nüfuz edirdi. Bir var hekayə ola, roman ola. Məsələn, mən demək, Nəriman Nərimanov Bahadır və Sona əsərinin çox böyük əhəmiyyəti var idi. Həm romantik əsər kimi, həm də orada qoyulan o problemlərə görə çox böyük əhəmiyyəti var. Və ikinci bir əsər, mən deyim ki, Zeynalabdin Marağayının demək, İbrahim bəyin Səyahətnaməsi əsərdir. O əsər də bu istiqamətdə çox böyük iş gördü. Siz təsəvvür edin, bax, Füyuzat jurnalı. Füyuzat jurnalı bir il çap olundu. Ancaq Füyuzatın bu bir ildəki çapı sanki Molla Nəsrəddinin 25 illik çapı ilə bərabər müqayisə olunur. Biz dərhal ora istinadlar edirik. Nə üçün istinadlar edirik? Ona görə ki, bu jurnalda həm türkçülük var idi, həm turançılıq var idi, İslamçılıq var idi, müasirləşmə var idi, həm də qərbçilik var idi. Məsələn, Əlbəy Hüseynzadənin özünün nə qədər Faustdan, Avropa ədəbiyyatının müxtəlif nümunələrindən tərcümələri var idi. Bunlar az şey. Eyni zamanda Osmanlıda baş verən prosesləri o demək yazırdı. Yəni bu proses müəyyən bir mərhələdən gəldi. Amma gəldi 1920-ci ildə nə baş verdi? 1920-ci ildə artıq bu milli ruh dayandı. Ona görə dayandı ki, artıq yeni bir ictimai quruluş oldu. Belə deyim ki, Bolşeviklər hakimiyyəti ələ aldı. Bolşeviklər hakimiyyəti ələ alan kimi bütün mətbuatı nəzarətə götürdü. İndi Füyuzat çıxmırdı, Füqara Füyuzatı çıxırdı. Azərbaycan qəzeti çıxmırdı, Kommunist qəzeti çıxırdı. Bakinski Rabochi qəzeti çıxırdı. Bakinski Rabochi qəzeti rus dilində 1928-ci ilə qədər Stepan Şamyan adına çap olunurdu. Yəni qəzetin şapkasında yazılırdı. İminem Stepan Şamyan. Və bütün qəzetlər, bütün ölkələrin proletarları birləşsin, devizi altında çap olunurdu. Bütün qəzetlər senzura altında çap olunurdu. Ona görə də bu illərdə biz mətbuatda belə milli, ruhlu nə fikrə, nə də şeirə amma və ya hekayəyə. 70 illik Bolşevik dönəmində o milli şeylərin böyük bir qismini ədəbiyyat öz üzərinə götürdü. İndi mən bunu istəyirəm paralel müqayisə edib Orta Asiyada götürək. İndi deyim necə götürdü? Belə götürdü ki, bizim bu demək milli ruhlu şeirlər, çünki milli ruhlu şeirlər əgər müəyyən mənada mətbuata yol tapırdısa da dərhal tənqid olunurdu. Dərhal. Çünki nə idi? Ölkənin siyasəti beynəlmilçilik idi, xalqlar dostluğu idi. Ona görə beynəlmilçilik və xalqlar dostluğu olan bir belə deyim ki, ərazidə milli ruh özünə necə yer tapa bilərdi? Ona görə bu milli ruhda yazılan şeirlər ya sandıq ədəbiyyatına çevrildi, ya da müxtəlif yollarla xaricə üz tutdu. Mühacirət ədəbiyyatına üz tutdu. Və əslində belə oldu. 1923-cü ildə Məmməd Əmin Rəssuzadə İstanbula getdi. Orada Yeni Qafqasiya dərgisini çap etdikdə elə birinci nömrədən başlayaraq şeirlər verdilər. Ancaq bu şeirlər kimin idi? Bu şeirlər Əhməd Cavadın idi. 18-ci ildə yazılan şeirlər idi.
Birinci sayda, ikincide, üçüncüde Hüseyin Cavid'in şiirini verdiler. 4, 5, 6, 7, 8 Əhməd Cavadın 8 şiirini çap elədilər. 8 şiirini çap elədikdən sonra nə oldu? O həmin jurnal, dərgi Bakıya gələndə KGB-nin əlinə keçdi. O vaxt DTK idi. DTK-nın əlinə keçdi və gördü ki, həqiqətən də onun şeirləri çap olunur. Dərhal demək Əhməd Cavadı həbs elədilər. 1923-cü ildə Əhməd Cavad həbsdə yatdı. Hətta demək mühacir Hüseyin Baykara yazırdı ki, biz onunla həbsdə bir yerdə olduq. O şeirlər yazırdı, şeirləri divara yazırdı, biz onu əzbərləyirdik. Demək qalanın gözətçisi Nikolay onu pozurdu. Hətta poza bilmirdi. Ağaçla onu belə deyəm ki, üstündən gedirdi ki, ağac onun izi itirsin. Onun hətta bir bəndlik şeirini verirdi. Bundan sonra nə baş verdi? Məmməd Əmin Rəsulzadə Yeni Kafkasya qəzetində yazdı. Biz inana bilməzdik və heç cür ağlımıza gətirə bilməzdik ki, Sovet hökuməti, Bolşevik hökuməti bu qədər aşağı hərəkətlərə yol verəcək və Bolşevizmdən əvvəl yazdığı 18-ci ildə yazdığı şeirlərinə görə bir Azərbaycan şairini həbs edəcək. Və məqalənin axırında çox belə kəskin yazıbdı və hətta o misal göstərir ki, heç ruslar Rusiyada bugün mühacirətdə çap olunan şeirlərə görə onları incitmir, ancaq bunlar incidir. Axırda üzünü Əhməd Cavada tutur, deyir ki, əff et bizi ey şair, əff et. Əff et ki, biz şeirlərinizi verməklə sizi biz işə salmışıq. Və biz söz veririk ki, bundan sonra sizin heç bir şeirinizi dərgidə çap eləməyəcək. Doğrudan da elə də oldu, dərgidə çap eləmədilər. Ondan sonra Gültəkinin şeirləri üzə çıxmağa başladı. İstəyirəm biraz müqayisə eləyək. Məsələn, bu 70 illik dedik Bolşevik dönəmində bizim indi Türkistan coğrafiyasımızda olan Qazaxlar, Qırğızlar, Özbəklər də var. Burada da türkçülük anlayışı ədəbiyyatda xüsusi bir rol oynadı. Məsələn, Çingiz Aytmatov kimi, Olca Süleymanov kimi çox ciddi ədəbiyyat da yetişdi. Paralel yapara bilərikmi? Belə deyim də, 20-ci ilə qədər əslində 1927-ci ilə qədər proses əslində anti-türk prosesi getmirdi. Yenə türk dil ifadəsi gedirdi və yazılarda da bunlar ifadə olunurdu. Ancaq 27-ci ildə Atatürk Türkiyəsi ilə Sovet hökuməti arasında münaqişə, belə deyim ki, soyuq münaqişə baş verdiyindən artıq həm Azərbaycanda olan Mühiddin Birgin, İsmail Hikmət, Xəlil Fitrət kimi türkçülər burada professor idilər, dərs deyirdilər. Onlar Azərbaycandan təcili olaraq getdi. Və əgər getməsəydi, onların hamısını həbs edildi. Ondan sonra pantürkizm, panislamizm ifadəsi bizim mətbuatda görünməyə başladı. Hətta Bəkir Çobanzadə, Əli Nazim, demək İsmail Hikmətin Azərbaycan ədəbiyyat tarixi kitabını tənqid etməyə başladılar. Əmin Abidə qarşı demək müəyyən məqalələr yazılmağa başladı və 1938-ci repressiyasının belə deyim ki, orada ziyalıları demək günahlandırılan səbəblərdən biri də pantürkizm və panislamizm idi. O da var idi. Yəni bir neçə səbəb var idi. Demək hökumətə qarşı silahlı üsyan hazırlamaq, türk dövlətlərinin təşkilatını qurmaq və biri də pantürkizm, panislamizm idi. Amma mən deyim ki, bunlar hamısı qondarma şeylər idi və belə deyim ki, o zaman pantürkizmin izləri əslində yox idi. Başqa bir, məsələn, mən deyim, yeni yaranan, yeni yaradıcılığa başlayan şairlər Almas İldırım, Səməd Ruhun və başqalarının şeirlərində bu dəfə Azərbaycançılıq başqa bir boyutda inkişaf etməyə başladı. Elə demək, Səməd Ruhun şeirində, məsələn, Rəhbəri Salam şeirində nə deyir? Başını sayrışan ulduzlarından, çadırası boyası türk qızlarından, salam gətirmişəm hüzuruna mən, bugündən gələcək qərinələrdən və s. O sonralar o türk sözünü
demək el qızlarından elədilər sonrakı nəşrlərdə. Yəni bu yeni bir belə deyim ki, türkçülük erası başladı. Bu erada türkçülük adı çəkilməsə də, türk adı çəkilməsə də yeni Azərbaycan obrazı yaradılmağa başladı. Və Səməd Vurğunun Azərbaycan şeiri belə deyim ki, bu dövrdə yaranan o Azərbaycançılıq konsepsiyasının epiqrafıdır. Epiqrafı adlandırmaq olar. Çağdaş dövrümüzdəki indi müasir ədəbiyyatda bu xətti biz davam elətdirməliyik mi? 60-cı illərdən sonra daha çox da belə deyim ki, demək Səməd Vurğuna Məmməd Hüseyn Şəhriyarın oradan şeir yazması, Heydər Babaya Salam şeirini yazması, Heydər Babaya Salam şeirindən sonra Azərbaycan şairlərinin ona şeirlər yazması, bu elə bir ki, poetik diyaloq getdi. Bu türkçülüyü yeni bir istiqamətdə demək inkişaf etdirməyə yönəldi. Siz bilirsiniz ki, oradakı demək Azərbaycanlılar, biz indi onları Azərbaycanlılar adlandırırıq, amma əslində onlar özünü türk adlandırır və türk dilində, Şəhriyar da türk dilində yazırdı. Türk dilində yazdıqdan sonra mən deyim ki, bu iki ədəbiyyat yaxınlaşmağa başladı. Eyni zamanda 1945-ci ildə gələn Balaş Azəroğlu, sonra Söhrəb Tahir, Əli Tudə və başqa bu şairlərin də yaradıcılığında Azərbaycan mövzusu, o tay, bu tay mövzusu inkişaf etməyə başladı və bu dövrdə ədəbiyyatımız daha çox istiqaməti Təbriz mövzusuna yönəltdi, Araz mövzusuna yönəltdi, ikiyə bölünmüş vətən mövzusuna yönəltdi. Ancaq 60-cı illərdən sonra demək daha çox Bəxtiyar Vahabzadənin şeirlərində, Məmməd Arazın şeirlərində biz vətən obrazını görürük, Azərbaycan obrazını görürük və keçmişə yönəlik belə deyim ki, tariximizə yönəlik şeirləri görürük. Bu da türkçülüyün belə deyim ki, yeni aşaması idi, yeni bir mərhələsi idi. Bizim stolun üstündə Vahilə sizin türkçülüyün üçlü formulu kitabı, çox möhtəşəm bir kitabdır. Bu Əli bəy Şeyzadə əslində bu ideyanın ki, ortaya atırlar, türkləşmək, müasirləşmək, islamlaşmaq. Mənə elə gəlir ki, onlar bunu sadəcə olaraq Azərbaycan üçün eləmirdilər, bütün türk dünyası üçün düşünürdülər. Bu model bütün türk dünyası üçün uyğundurmu sizcə? Bilirsiniz, mən burada yazmışam, doğrudur, bu demək üçlü formul əslində 50 ilə qədər ki, bir yol gəldi, 50 ilə qədər. Yəni 1860-lardan başlayaraq, 50-lərdən başlayaraq Mirzə Fətəli Axundzadə bayaq mən dedim və gəldi, orada Əli Suavi də var, Mirzə Fətəli Axundzadə də var. Siz təsəvvür edə bilməzsiniz. Əli Suavinin o türkçülük, əlifba konsepsiyasına Mirzə Fətəli Axundzadə cavab verir, Əli Suaviyə məktub yazır. Əlbəttə, onlar çox geniş düşünürdülər. Çox geniş düşünürdülər. Ancaq mən bu düşüncədəyim, gələcəyə doğru bunun son fəslində mən bu düşüncədəyəm ki, müasirləşmək, islamlaşmaq, türkləşmək artıq bu türk xalqlarının ümumi konsepsiyasını əhatə etmir. Türk xalqlarının ümumi konsepsiyası üçün ən yaxşı uğurlu konsepsiya İsmail Qaspıralı'nın dildə, fikirdə, işdə birlik konsepsiyasıdır. Və bu gün də bu kitabın son bölümündə də yazmışam, Turançılıq. Bu demək konsepsiya üçün ən yaxşı bir tapıntıdır. Mən burada da yazmışam, göstərmişəm ki, əsrin əvvəllərində, 20-ci əsrin əvvəllərində türkləşmək, müasirləşmək, islamlaşmaqla bərabər bir prinsip də vardı, Turançılıq. Ancaq Turançılıq o zaman belə deyəm ki, ədəbi, ictimai fikirdə güclənə bilmədi, güclənmədi. Ona görə bu demək sıradan çıxdı. Ancaq bugün bu konsepsiyadan daha çox Turançılıq konsepsiyası bütün türk xalqlarını birləşdirən və eyni zamanda İsmail Qaspıralı'nın dildə, fikirdə, işdə birlik prinsipi də buraya əlavə olunmaqla mənə elə gəlir ki, bu konsepsiya və prinsip ətrafında bu türk xalqlarını birləşdirmək
və türk xalqlarının gələcək inkişaf yolunu müəyyənləşdirmək mümkündür. Onda bu turançılıqla ideologiyasında bizim ədəbiyyatın da öz üzərinə götürdüyü yükü olmalıdır. Bəli, bəli. Turançılıq, belə deyim ki, ilk dəfə Əli bəy Hüseynzadənin demək, Misirdə bir qəzetə göndərdiyi bir bəndli şeirində ifadə olunub. Düzdür, o şeiri onlar çap etməyiblər. Amma sonra müəllif o şeiri demək, özü bir məqaləsində vermişdi və bundan sonra turançılıq üzr istəyirəm. Turançılıq demək, jurnalda, dərgidə, Füyuzat dərgisində öz əksini tapmışdı. Hətta turançılığın demək, bir fəxriyyə şeiri var. Bizim şairlərdən biri yazıb, orada turançılığı ən yaxşı şəkildə ifadə etmişdi. Bundan başqa Abdullah Şaiqin şeirlərində, Hüseyn Cavidin yaradıcılığında Turan ifadəsi çox işlənilir, şeirlərində də işlənilir. Hətta Hüseyn Cavid qızının adını Turan qoymuşdu. Bəhrəman, bugün də çox işlənilir. Amma bəzən biz o süni spekulyasiya edilən şeirlərə də rast gəlirik, düzdür, turançılıqla bağlı. Amma bugün də o türkçülük, turançılıq bizim ədəbiyyatda da bəli, bu gün də var. Hətta mən bir Kənan Çarboğa türk şairi var. Onun şeirlərində rast gəlmişəm. Onun kitabına ön söz yazmışam. Dəyanət Osmanlıda var. Bizim bir çox, məsələn, Etimad Başşirdin şeirlərində türkçülük təkcə yəni fikirdə, ideyada deyil, həm də dil baxımından onda türkçülük çox yaxşı ifadə olunur. Bizim bir çox şairlərimizdə bəli, bu gün daha çox. Rüstəm Behrudun da adını buradan Rüstəm Behrudu mütləq şəkildə 80-ci illərin ortalarından başlayaraq, Salam Dar ağacından başlayaraq onun şeirləri bütün ruhu da yansıdır. Bəlkə də turançılıq son 2-3 ildə belə deyim ki, dəbə mindi. Ancaq Rüstəm Behrudun yaradıcılığının lap əvvəlindən turançılıq bir ideya şəklində, poetik ideya şəklində onun şeirlərinin əsasını təşkil edir. Bəs bir ədəbiyyatşünas olaraq sizdən soruşuram bunu. İdeoloji yaradıcılığı öldürürmü bir bədii əsərdəki, məsələn, hansısa bir turançılıq ideologiyası, türkçülük ideologiyası, o sənətkarlıq baxımından təsir eləyirmi? Əlbəttə, əlbəttə. Demək, istənilən poeziyada ideologiya ora qarışırsa, onun sənətkarlığına təsir edir. Məsələn, Əhməd Cavadın şeirlərində, Cəfər Cabbarlının şeirlərində. Çünki burada sevgi var, Turana sevgi var və s. və ilaxır. Amma bu sevgi təsvir olunarkən poetik, belə deyim ki, təsvir bir qədər öz gücünü azaldır. Bax, bu mənada istənilən sosializmi təbliğ edən şeirlər və yaxud da Turanı təbliğ edən şeirlər eynidir da. Amma baxmayaraq ki, Turan bizim idealımızdır, Qızıl Alma bizim idealımızdır. Qızıl Alma ilə bağlı da Turanın əsas ideallarından biri Qızıl Almadır. Abdullah Şaiqin çox gözəl şeiri var Qızıl Alma ilə bağlı. Yeganə Azərbaycan şairidir ki, Qızıl Alma ilə bağlı o şeirlər yazır. Demək, Ziya Göyalpın da poeması var. Çox maraqlı bir şeydir. Bəhrəman, proqramımızın axırına gəldik. Mən sizin bu yaxınlarda 70 yaşınızı tabim oldu. Mən bu münasibətlə bizim kollektiv adından da sizi ürəkdən təbrik edirik. Siz Azərbaycan ədəbiyyatının məsələn tənqidçilərlə bağlı düşünəndə Azərbaycan ədəbiyyatını çox gözəl şəkildə saf çürük eləyən, onu bizə əsas qayəsini çatdıran bizim bir həm də ədəbi tənqidçimizsiniz. Mən təşəkkür edirəm. Bu vaxt tapdınız, bizim də bu 70 illiyiniz ərəfəsində bizim də qonağımız oldunuz və minnətdarıq sizə. Mən sizə təşəkkür edirəm. Çox sağ olun ki, dəvət etdiniz. Bir daha təşəkkür edirəm. Sağ olun. Əziz izləyicilər, burada bir proqramımızın daha sonuna gəldik. Xatırladım ki, bugünkü qonağım Professor Bədirxan Əhmədli idi. Biz Bədirxan bəylə türkçülüyün ədəbiyyatdakı təsirlərini müzakirə edirdik. Sağ olun, salamat qalın.